Dostlar salam. Bugün bitirdiyimiz qazanxana ilə sizi tanış etmək istəyirəm. Bu proyektimiz təxmini 9-8 ay çəkdi və artıq bu yaxınlarda ev sahibi bağ evinə köçəcək. Ona görə də nə qədər fürsət var, bu obyektlə, bu obyektin daha doğrusu qazanxanası ilə sizi tanış etmək istəyirəm. Ev 300 kvadrat sahəyə malikdir. Burada həm konvektor, həm radiator, həm də isidilən döşəmə sistemlərindən istifadə olunub. Təbii ki, üstünlük isidilən döşəmə sistemləri təşkil edir. Evdə 5 hamam, 1 tualet və 1 mətbəx var. Həyətyanı sahədə ayrıca olaraq istirahət yeri və mətbəx var. O hissənin özünün kiçik bir qazanxanası var. Deməli, evi isti su ilə təmin etmək üçün burada biz 300 litrlik boilerdən istifadə etmişik. Bu Çekiya istehsalçısıdır. Firmanın adı Draziçedir. Bu boilerdən niyə görə istifadə etmişik? Bu boilerin 2 serpantini var. 2 serpantinli boilerlər adətən günəş panellərinə qoşulmaq üçün istifadə olunur. Lakin mən bunu burada tez qızdırılması üçün seçmişəm. Yəni isti su hazırlanma rejimi daha tez baş verir qoşa serpantinli boilerlərdə. Çünki serpantinin üst səthi daha çoxdur adi boilerə baxanda. Evdə isti su tələbatı çox olarsa, ikili serpantin sayəsində isti suyun əldə olunmasına qısa zamanda nail olacağıq. Boilerə aşağı hissədən görə bilərsiniz ki, sensor qoşmuşuq və bu sensor vasitəsilə qazan boilerin daxilindəki isti suya nəzarət edib onu qızdırır və ya fasiləyə gedir. Ya beləliklə də biz deməli isti suyu həmişə kontrolda saxlaya bilirik. Adətən 2 kombi qoyurlar. Kombinin birini istilik sisteminə, birini də boilerə. Bu heç də düz deyil. Təbii ki, bunu işi asanlaşdırmaq üçün, maliyyəni azaltmaq üçün edirlər. Amma mən sizə əmin edirəm ki, bu həqiqətən də ən büdcəli variantdır. Çünki burada qaz səmərəsi daha çoxdur və yəni siz artıq yerə qaz sərf etməyəcəksiniz və sizin isti su həcminiz artacaq. Yəni nə qədər istəsəniz vanna qəbul edə bilərsiniz, duş qəbul edə bilərsiniz, isti su bitməyəcək heç vaxt. İstilik generatoru kimi bizdə burada deməli Imergaz Victrix 55 Pro modelidir. Ən çox sevdiyimiz, ən çox seçdiyimiz deməli istehsalçılardan biridir. Niyə görə? Çünki daxilində dövriyyə nasosu var. Büdcəlidir, yəni qiymətini deyim, təxmini 3500 manatdır. 2 dənə 32-lik kombi alsaz 500 manat bundan ucuz başa gələcək, amma bunun gördüyü iş onlardan daha artıq olacaq. Kondens tipli qazandır, yəni ekonomikdir və bu qazanların zəngin deməli tənzimləmələri var. Yəni servis menüsündən xeyli funksiyaları tənzimləyə bilərik. Burada 3 nasos olmağına baxmayaraq biz burada hidravlik bölücü qoymamışıq. Görə bilərsiniz ki, yerimiz də yoxdur. Biz burada birincili, ikincili halqa prinsipindən istifadə eləmişik və ölçülər çətin olduğuna görə mis borulardan istifadə eləmişik. Viega şirkətinin mis borularından. Onların sayəsində biz istədiyimiz ölçüdə, yəni borunu uzada bilirik. Qalanları isə hamısı latin üçlüklərdir. Və beləliklə biz kompakt sistemə nail olmuşuq. Burada nə var? Deməli, bir dənə radiator və konvektor nasosudur. Sonra birinci mərtəbənin isidilən döşəmə sisteminin nasosu və ağıllı qarışdırıcısıdır. Bir də ikinci mərtəbənin isidilən döşəməsi və qarışdırıcısıdır. Burada nasos böyükdür, çünki bu nasos təxmini 200 kvadrat sahəni əhatə edir isidilən döşəməni. Bu isə ikinci mərtəbədə yalnız dəhliz və 3 ədəd sanitar qovşağın isidilən döşəməsi üçün işləyir. Bu da ki 25-in 6-ya Tiako'nun inverterli nasosudur. Təxmini 10-12 ədəd radiatora, yəni isti su çatdırır. Radiatorların sayı yadımda deyil, ona görə üzürlüsən. Biraz da buralar səliqəsizdir, hələ yığışdırılmayıb. Yəni bu yaxınlarda silinəcək və tərtəmiz olaraq istifadəçiyə təhvil veriləcək. Az öncə qeyd etdiyim kimi bu inverterli nasoslardır. Niyə görə bu nasoslardan istifadə edirik? Bunlar səssizdir, elektrik enerjisinə çox qənaət edir və bir də bizdə burada hər yerdə deməli termostatlar var. Radiatorların üzərində, konvektorların üzərində, isidilən döşəmə sistemlərinin üzərində və ona görə də müəyyən konturlar bağlandıqca
nasoslar avtomatik rejimdə işlədiyinə görə güclərini salır və sərfiyyatı azaldır. Bu da daha çox elektrik enerjisinə qənaət edir və boruların aşınmasının qarşısını alır. Yəni bütün sistemin ömrünü uzatmış olur. Ona görə də bu cür nasoslardan istifadə edirik. Burada bizim istilik sisteminin genləşmə çəni var və genləşmə çəninin altında Afrisonun genləşmə çəni üçün olan xüsusi bağlantısı var. Bu deməli genləşmə çənini yalnız altı bucaq açarla bağlamaq olur. Bu da təhlükəsizlik baxımından ideal variantdır. Çünki bunun üstündə adi ventil olarsa, kimsə gəlib bilmədən bunu qapıya bilər və istilik sistemində qızma nəticəsində su genişlənib sistemi zədələyə bilər. Ona görə də burada xüsusi ventil var. Bunu ancaq usta bağlaya bilər və drenaj ventili var. Yəni bunu sistemdən ayırdıqdan sonra genləşmə çəninin içindəki suyu rahatlıqla boşalda bilərik. Həmçinin isti su təchizatının üzərində də genləşmə çənimiz var və onun da bağlantısı bu cürdür. Ümumiyyətlə obyektdə bütün materiallar premium sinifinə aiddir. Yəni burada bizim tövsiyəmizlə müştəri heç bir şeyə qənaət etməyib. Yəni nə bacarmışıqsa, yəni təbii ki, elə bir şeylər var ki, ora artıq pul xərcləmək israfçılıq olardı. Məsəl üçün bu üçlüklər hamısı Rusiya istehsalıdır. Biz onun yerinə İtaliya istehsalı üçlüklər istifadə eləsəydik, bu 4-5 dəfə daha baha alınardı. Ona ehtiyac yox idi. Ona görə də Rusiya istehsalı Latun üçlüklər istifadə eləyirdik. Sistem 99% deməli oksigen baryerli borulardan yığılıb. Yeganə oksigen baryeri olmayan borumuz istilik sistemində budur. Gediş və dönüş. Bunlar 40-lıq polipropilendir. Variantımız yox idi. Ona görə də burada 40-lıq polipropilenden istifadə eləmişik. Qalan bütün ev, hər yerdə oksigen baryeri ilə biz sistemimizi təmin etmişik. Burada da biz az filtrə müraciət etmişik. Hər zaman obyektlərimizə yalnız az filtr tövsiyə edirik müştərilərə. Bu reklam deyil, çünki uşaqlar peşəkardır həqiqətən də. Bu mətbəxin əks osmos sistemidir. Mətbəx dərhal bu divarın arxasındadır. Oradan deşilib, kapillərlə mətbəxin altına təmiz su göndərilib. Bu isə burada yerləşdirilib. Yəni bütün sistem burada yerləşdirilib və beləliklə mətbəxin altı sərbəst qalıb. Orada artıq heç nə yoxdur. Bu bizim soyuq su kollektorumuzdur. Bu hissədən polipropilen boru ilə təxminən 50-60 metr məsafədən bura soyuq su daxil olur. Orada təbii ki, filtrdən keçir, nasos vasitəsilə bura ötürülür. Təzyiq təxmini 5 atmosferdir. Buradan biz istilik sistemini doldururuq. Onun özünün manometri var, yəni burada nəzarət eləmək olur və sonra hər sanitar qovşağa ayrıca çıxışımız var. Yəni biz sərbəst olaraq, müstəqil olaraq hər bir sanitar qovşağını isti və ya soyuq su təchizatından ayıra bilərik. Yəni hardasa problemimiz varsa, yalnız o sanitar qovşağı, hətta yalnız o istifadəçini bağlaya bilərik. Bütün digər sistemlər işlək vəziyyətdə qalacaq. Bu bizim boiler xəttimizdir. Buradan boilerə soyuq su ötürülür. Bunun üstündə təhlükəsizlik qrupu var. Əks klapan, təhlükəsizlik ventili və genləşmə çəni. Filtrdə məhz buradan götürüblər çıxışını. Sonra bu isti su kollektorumuzdur. Boilerdən su çıxır. Onun üstünə termometr də qoymuşuq və istifadəçilərə paylanır. Və təbii ki, resirkulyasiya sistemi. Resirkulyasiya sisteminin üzərində deməli Siakonun inverterli, bronz gövdəli nasosumuz yanıb. Hal-hazırda onun deməli işlətdiyi elektrik enerjisinə baxın 6 watt. Bunun üzərində filtrimiz var ki, birdən ərk gələrsə, təbii ki, yumuşaltma sistemimiz var. Ərk gələrsə, burada ilişsin, nasosa getməsin. Və termostatımız var. Nasosun üzərinə baxsa, termostatı azaldıram və nasos söndü. Yəni biz burada təxmini termostatın üstündə 45 dərəcədə saxlayırıq. Bütün hamam otaqlarından sular qayıdandan sonra və kollektor qızandan sonra termostat hiss eləyir və nasosa sönmə komandası verir. Beləliklə də boilerin soyumağını qarşısını alırıq, nasosun istismar dövrünü uzadırıq və təbii ki, enerjiyə qənaət etmiş oluruq. Burada bizim bir ədəd isidilən döşəmə sisteminin kollektoru yanıb.
Yəni yer olmadığına görə bura salmışıq. Aktuator idarə etmə bloku dayanıb və aktuator idarə etmə blokunda bütün aktuatorlar bağlanarsa komanda çıxır, nasosu da söndürür. Bu elektrik lövhəsini də biz yığmışıq. Yəni buradan keçirmək mümkündür. Yay, qış və s. Üzərində bir ədəd deməli səs siqnalı var. Bu səs siqnalı nədən xəbər verir? İstilik sistemində təzyiqimiz düşərsə, təbii ki, qazan özü fasiləyə gedəcək, qəza rejiminə düşəcək. Amma bizim nasoslarımız qalır. Onlar quru-quru işləyib, yəni susuz işləyib, sıradan çıxmasın deyə siqnalizasiya, buradan səs gəlir, qırmızı işıq yanır ki, təzyiq 0,5 bardan aşağı düşüb və bütün nasoslar sönür. Beləliklə də yəni biz sistemi qorumuş oluruq. İki kombi qoyurlar çox vaxtı və ya belə bir qazan qoyurlar və qazan həm istilik sisteminə, həm boilerə eyni temperatur göndərir. Düz deyil. Biz bunu necə edirik? Yandırdıq. Bizdə artıq burada görürsünüz ventil işarəsi var bütün qazanlardan. Bu funksiyada aktivdir. Yəni bax, yay rejimidir. Burada günəş işarəsi var. Biz qış rejiminə də keçə bilərik. Qış rejimi, radiator var burada. Ya da ki, yay rejiminə keçirik. Bu qədər dostlar. Ümid edirəm ki, video xoşunuza gəldi. Kimin sualı olarsa, şərh bölümündə yazsın. Onları cavablandıracağam. Özünüzə yaxşı baxın. Yoxdur, qoy qalıb.